Yaşlı insanların tənhalığına robo-nəvələr çarə olur. Cənubi Koreyada sürətlə qocalan əhali arasında depressiya və intihar halları artır. 2025-ci ilin iyununda Journal of the Korean Medical Association-da dərc olunan hesabata görə ölkədə hər gün təxminən 10 yaşlı insan intihar nəticəsində həyatını itirir. Əmək çatışmazlığı və ailə dəstəyinin azalması fonunda hökumət yeni yanaşmaya AI əsaslı Haidal adlı yumuşaq robot oyuncaqlara müraciət edib. 15-20 düymlük bu hənəvə robotlar tək yaşayan yaşlılara həm emosional, həm də praktiki dəstək göstərir. Cihaz dərman qəbulu barədə xəbərdarlıq eləyir, təcili siqnallar göndərir və gündəlik fəaliyyətləri qeydə alır. Əsas üstünlüyü isə onların psixoloji dəstəyi artırmasıdır. Robotun 7 yaşlı uşaq tonunda danışması yaşlılar üçün ünsiyyəti asanlaşdırır. 2025-ci ilin noyabrında olan məlumata əsasən ölkədə 12 mindən çox Haidal robotu hökumət proqramları vasitəsilə paylanılıb. Tədqiqatlar bu robotların tək yaşayan yaşlılarda depressiyanı azaltdığını, koqnitiv funksiyaları yaxşılaşdırdığını göstərir. Lakin bəzi mütəxəssislər emosional asılılıq və şəxsi məxfilliklə bağlı etik sualların açıq qaldığını bildirir.